Salam, hər vaxtınız xeyir, mən Toğrul Əcəb, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilirsə, əgər iş axtarırsınızsa, sizə iş axtarışınıza özəl dəstək verə bilərəm. Özəl dəstəkdən yararlanmaq üçünsə videonun üzərində gedən əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Yoldaşlar, iş elanlarından bir qismini sizə sadallamaq istəyirəm. Misal üçün, Alov Travel'da təcrübəçi işi var. Əgər turizm sahəsində təcrübə eləməksə, belə bir iş imkanı var. Sonra təhsil müəssisələrindən birində müəllimlərə ehtiyac var, peşəkar müəllimlərə ehtiyac var, özdə bir sıra. Sonra əgər mühəndis olmaq istəyən varsa, bu sahədə təcrübə toplamaq istəyən varsa, belə bir layihə var. Sonra mühasibatlı sahəsində mətənət adam misal üçün təcrübə proqramı var. Misal üçün bir senində özləri öyrədir. Sonra HR sahəsində iş var yoldaşlar. Amma ingilis dilini bilməlisiniz, özü yaxşı. Sonra Himmel'də dediyim kimi direktor köməkçisi işi var. Təcrübəçi kimi işləyəcəksiniz başlanğıc olaraq. Ödənişli bir layihədir yoldaşlar. 2 aylıq bir təcrübə proqramıdır. Sonra sürücü işi var, şəxsi sürücü işi var, 600-700 manatlıq. 25-35 yaş uşaqlar üçündür. Uşaqlar məktəbə aparıb gətirirsiniz. Sonra mühasib köməkçisi var. Mariana Trench Hotel and Spa'da 500-600 manatlıq bir işdir. 20-30 yaşlı xanımlar üçündür. Sonra Superstock'dan bar işçisine ehtiyac var. 700 manatlıq məhəqqi 25-50 yaşlı şəxslər üçündür. Sonra aşpaz köməkçisi dəzgahlar işi var. Balaran restoranlar şəbəkəsində 500-600 manatlıq işdir. 18-28 yaşlı kişilər üçündür. Sonra 25-55 yaşlı qadın 400-500 manatlıq təmizlik işçisi və çayçıya ehtiyac var. Sonra yük maşın sürücüsünə ehtiyac var. Azərbaycanda 800-900 manatlıq 25-45 yaşlı şəxslər üçündür. Sonra 18-29 yaşlı şəxslər üçün korporativ atış meneceri işi var. Sonra avtokar sürücüsü var, Bakı Taxıl Terminalında 500-800 manatlıq 25-55 yaşlı uşaqlar üçündür. Sonra 30-45 yaşlı uşaqlar üçün qabyon aşpaz köməkçisi var, Glass House-da 400 manatlıq. Amma aşpaz köməkçisinin daha yüksək məqbul olan variantı da var. Sonra 800.000 manatlıq direktor assistent işi var, Uğur Er'də. Paketləyici işi var, 600-700 manatlıq yoldaşlar. 18-35 yaşlı kişilər üçündür. Sahə rəisi var, Samara firmasında 35-55 yaşlı 5 ildən çox bu sahədə iş təcrübəsi olan şəxslər üçündür. İstehsalat operatoruda işi var, 22-27 yaşlı şəxslər üçündür. Maksimum 27 yaşınız olmalıdır, kişi olmalısınız. Sonra mühafizəsi işi var, 600-700 manatlıq Azərbaycanda. 170 cm olmalıdır boyun cənəzi. Xadimə işi gecə növbəsində də var, 25-45 yaşlı uşaqlar üçündür. Sürücü kuryer işi var, 600-700 manatlıq olanı 25-40 yaşlı kişilər üçün olan variantını. Aşpaz köməkçisi işi var, Cincər və Carçoğlu şirkətində. Bu və bənzər iş elanlarına tanış olmaq üçün ümumiyyətlə şəhərlər üçün dəstəkləmək üçün. Dincər və Carçoğlu'da var, 600-700 manatlıq işdir, 25-35 yaşlı şəxslər üçündür.